Qiyamət günü əziz möminlər bizdən soruşulacaq üçüncü sual, malını, pulunu, var dövlətini haradan əldə etmisən? Çox önəmli bir məsələdir. Var dövlətini haradan qazanmısan? Bilirsiniz ki, haram yolla əldə edilmiş qazancda böyük cəza vardır. Fırıllaq yolla, kimisə aldatmaqla, sələm yolu ilə, ölçü və çəkidə aldatmaqla və s. şübhəli yolla. Baxın, Peyğəmbər əleyhissalam buyurur ki, müminin xüsusiyyətlərindən biri şübhəli şeylərdən çəkinməkdir. Əgər qazancında şübhə varsa, gərək o qazancı kənara qoyasan. Çünki qiyamət günü sorumlusan. Və həm də bu hədis bizə onu göstərir ki, haradan qazanıb yemisən. Həm də bizə məsuliyyət yükləyir, əziz möminlər. Bizim cavanlarımız indiki dövrdə bir hissəsi əfsuslar olsun ki, zəhmətə alışqan deyillər, işləmək istəmirlər. İmam Zeynul Abidin əleyhissalam əlində bel yer şumlamaq üçün alətdir. Gedirdi, bir dəstə adamın yanından keçəndə həmən dəstə gördü ki, imam çölə gedir, əlində yer şumlamaq üçün alətlə tez yaxınlaşdılar. Ey Rəsulullahın övladı, biz qala-qala sən mi işləyəcəksən? İcazə ver və göstəriş et, biz sənin işini görək. İmam əleyhissalam qəti şəkildə etiraz etdi və gözəl bir cümlə buyurdu ki, bu iş mənim ata-babamdan mənə miras qalıb. Bu iş yəni nə? Öz əlivin zəhmətini yemək. Bəzən görürsən ki, elə insan var ki, kiminsə sayəsində yaşamaq istəyir. Atası, əmisi, dayısı, qohumu, nə bilim, dostu mənim üçün şərait yaratsın, mənim üçün filan işi görsün. Bu düşüncənin özü təkcə səhv olmaqla deyil, həm də çox kərahətli bir düşüncədir. Allahın xoşuna gəlməz bir düşüncədir. Məclisimizdə olan xüsusilə də əziz cavanlarımız. Ona görə də biz, baxın, rəvayətlərdə əks olunub ki, Həzrəti Süleyman əleyhissalamın o qədər var dövlətin verilməsinə baxmayaraq, öz ailəsinin gündəlik tələbatını zəmbil toxuyub satmaqla dolanarmış, keçindirərmiş. Zəmbili toxuyar, onu özü bazara aparar, satar, əldə elədiyi zəhmətdən yalnız və yalnız özü və ailəsinin təminatını təmin edərmiş.